Gəlin, Çempionlar Liqasındakı Atletik Qarabağ oyununa qısaca nəzər salaq. Bəli, oktyabrın 22-sində Qarabağ səfərdə Atletika 3-1 uduzdu. Amma oyunun özü bilirsiniz çox maraqlı idi. Gəlin baxaq niyə. Deməli, birincisi, Qarabağ oyuna demək olar şokla başladı. Hələ ilk dəqiqə Andrade qolunu vurdu. Təsəvvür edin, mövsümün ən erkən qolu idi bu. Və əlbəttə komandanın iddiasını göstərdi. San Mamesdə bir anlıq hər kəs donub qaldı. Sonra İkincisi, bu gol Atletiki sanki yuxudan oyatdı. Tez bir zamanda oyunu ələ aldılar. Təzyiqi artırdılar və hissənin sonunda Guruseta hesabı bərabərləşdirdi. İkinci hissədə isə üstünlüklərini daha 2 qolla möhkəmləndirdilər, nəticədə inamlı qələbə qazandılar. Qarabağ nə etdi? Çalışdılar ki, müdafiədə möhkəm qalsınlar, əks hücumlara ümid etsinlər. Və nəhayət üçüncüsü. Baxın, məğlubiyyətə rəğmən Qarabağ həqiqətən göstərdi ki, taktikada, intizamda Avropa səviyyəsində oynamağı bacarır. Əsas fərq hardaydı? Bəlkə də fərdi ustalıq və təcrübədə, xüsusən o vacib anlarda. Amma bu da normaldır. Komandanın inkişafı üçün bir dərs oldu. Yekunda Atletik əlbəttə öz səviyyəsini göstərdi. Amma əsas məsələ, məncə Qarabağın bu səviyyədə necə cəsarətli oynadığı və rəqabət apara bildiyini bir daha sübut etməsi oldu.